Qlobal Media qrupun tərkibinə daxil olan Baku TV 8 yaşını qeyd edir. Azərbaycan televiziya məkanında özünə məxsus yeri olan telekanal, ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə izləyicilərinə çatdırır. Hazırda Baku TV-nin Azərbaycan və rus dilli YouTube səhifələrinin 1 milyondan çox abunəçisi var və bu rəqəm günü-gündən artmaqdadır. 8 il əvvəl yola çıxan Baku TV-nin hədəfi bu idi. Reytinqlərdə birinci olmaq, hansı ki biz buna nail olmuşuq. Artıq 2 ildir mən də Baku TV ailəsinin bir üzvüyəm. Baku TV xəbəri təkcə çatdırmır, həm də nəbz kimi yaşadır və özümüzə reytinqlərdə həmişə birinci olmağı arzulayırıq. Televiziya yaradıcı bir prosesdir və yaradıcılıq prosesində nə isə planlamaq və yaxud da proqnozlaşdırmaq çox çətindir. Amma eyni zamanda televiziya iqtisadiyyatdır, televiziya həm də istehsaldır, verilişlərin istehsalıdır, həm də ciddi planlaşmanı sevir. Və bu ciddi planlaşmanın içində yaradıcılıq azadlığı varsa, demək uğur qazanılacaqdır. 8 yaşlı Baku TV-nin 6 ilində mənim də payım var. Baku TV-də mühit o qədər rahat, o qədər səmimidir ki, biz iş prosesi zamanı nə qədər yorulsaq da bu yorğunluq daha çox bizə həzz verir. Çünki işimizi sevərək görürük və həmişə ən operativ, dəqiq xəbərləri çatdırmağa çalışırıq tamaşaçılara. Məncə tamaşaçı etimadını və sevgisini qazanmağımız da məhz bununla bağlıdır ki, hər zaman dəqiq və düzgün xəbərin ünvanı ola bilirik. Baku TV-nin 8 yaşı ilə bir yerdə mən burada olmamın 2-ci ilidir artıq. Onu da qeyd edim ki, sosial mediada artıq uzun müddətdir ki, zirvələrdəyik reytinqlərdə. Ümid edirəm ki, qarşıdakı illərdə də bu reytinqlərdə yüksəlmələr davam edəcək. Hər bir rəyə açığıq, heç vaxt mənfi reaksiya vermirik o rəylərə. Əksinə fikirləşirik ki, gələn dəfə elə edək ki, məsəl üçün, məhz bu tip tamaşaçıların yaxşı rəyini alaq. Baku TV artıq bir neçə müddətdir ki, demək olar ki, hər kəsin telefonundadır, hər kəsin ekranındadır. Bunu biz bilirik, bu geri dönüşləri biz alırıq, bu bizi sevindirir və bundan sonra da tutduğumuz xətti davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Peşəkarlığı ilə fərqlənməyi bacaran Baku TV-ni və həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.